pişiyi narkoz verib qısırlaşdırmaq olarmı? Yəni alimlər buyurur ki, əgər başqa bir zərər, əziyyət yoxdursa, zərər yoxdursa, olur. Səhər axşam zikirləri müstəhəbdir, yoxsa vacib? Müstəhəbdir. Yəni müstəhəb deyildiyi zaman o deməkdir ki, insan tərk eləməlidir. Yəni müstəhəbi tərk etmək, yəni bəyənilən bir əməldir, onu tərk etmək insanın xeyirdən məhrum olması sayılır. Yəni insan bilməlidir ki, Allah sallallahu aleyhi və səlləmin buyurduğu, öyrətdiyi hər bir əməldə bərəkət var, xeyir var. İnsanın onu tərk etməsi deməli bərəkətdən, xeyirdən məhrum olmasıdır. Sual verilir ki, bir iş görə Qurana qulaq asmaq olarmı? Xeyr. İnsan iş görə Qurana qulaq asması düzgün deyildir. Yəni başqa bir şeyə qulaq asa bilər, amma Qurana yox. Yəni insan Quran oxunduğu zaman susaraq dinləməli, artıq iş görməməlidir. Evdə kukla əşya olarsa namaza manidir. Yəni surət olan yerdə əslində namaz qılınmır və ona görə onlar örtülməli və ondan otaqda olmamalıdır ki, insan orada namaz qılsın. Sual verilir ki, Ərəf surəsində Quran oxunduğu zaman siz susun, dinləyin ayəsi bu namazda imam olana aiddir. Yəni buna əsasən gətirilir. Namazda oxunduğu zaman susub dinləmək tələb olunur. Sual verilir ki, Allah sizə şəfa versin demək düzgündür, yoxsa şifa? Yenə fəlsəfələr başlayıb. Bizim dildə şəfa deyilir. Bizim dildə şifa deməyə ehtiyac yoxdur. Bizim dildə şəfadır. Yəni ərəb dilində şifadır. Sual verilir ki, kişi başörtülü namaz qılınması əfsəldirmi? Yəni alimlər gətirir ki, bu müstəhəb kimi gətirənlər var alimlərdən. Bununla kifayətlənir. Allah Teala eşidib yaxşısına tabi olanlardan etsin. Və sallallahu aleyhi və Muhammed və alə alihi və sahbihi və səlləm.